Newton qanunlarında bir çoxumuzun qarşıladığı bu məsələyə baxırıq. Deməli, bizə verir 3 ayrı kütləli cisimlər bir-birini ip vasitəsilə bağlanır və F qüvvəsi ilə dartılır. Arada T1 gərilmə və T2 gərilmə qüvvələri soruşulur. Belə hallarda daha qısa yolla necə bu məsələni həll etmək olar, ona aydınlıq getiririk. Baxın, bunlar ip vasitəsilə bir-birinə bağlandığı üçün eyni təcillə hərəkət edəcəklər. Yəni, burada F qüvvəsi istiqamətində eyni bir A təcili var. Odur ki, hər birinə ayrı-ayrılıqda, bu arada burada sürtünmə qüvvələri nəzərə alınmır. Nəzərə alınsa, biraz işimiz qəlizləşəcək. Eyni təcil olduğu üçün ayrı-ayrılıqda MA yazmağa ehtiyac yoxdur. Daha qısa yolu necədir? Bu F qüvvəsi neçə M-i dartır? M, 3M, 5M. Hamısını birlikdə dartır, düzdürmü? Onda artıq burada olacaq 9M. 9M-i birlikdə dartır. Bəs T1 gərilmə qüvvəsi hansını dartan zaman yaranır? Baxın, 3M ilə 5M bir-birinin ip vasitəsilə bağlanır. Onda artıq 8M-i dartan zaman T1 gərilmə qüvvəsi yaranır. Bəs T2 gərilmə qüvvəsi? T2 gərilmə qüvvəsi isə sadəcə 5M kütləli yükü dartan zaman yaranır. Onda artıq biz bunlar arasındakı əlaqəni tənasüblə hesablaya bilərik. Məsələn, F-i verib T1 istəyirsə, F-in T1 olan nisbəti 9M-in 8M olan nisbətidir. 9 bölü 8. Yəni, burada T1 tapsaq, olacaq ki, 8F bölünsün 9. Və yaxud da ki, T1 ilə T2 arasındakı əlaqəni, F ilə T2 arasındakı əlaqəni də bu yolla həll edə bilərsiniz.